Əvvəl keçdi müdafiəçiləri. Flavinho. Qayda pozulur Mezzacolli tərəfindən. Və hakim isə Cesar Mezzacollinin qardaşı Derlis Mezzacolliyə şifa xəbərdarlıq etdi. Çünki o da bir Mezzacolliyə şifa xəbərdarlıq etdi. Çünki o da bir ya da Mezzacollini qabaqlayır. Enfor'a qarşı Bertucci. Flavinho. Emircanov yaxşı oynayır. Topu rəqib futbolçudan alır. Yaşvili. Vaqif Cavidov top gözləyir ondan. Yaşvili və Cardoso qaydanı pozur. Sarı vərəqə. Görüşdə ilk sarı vərəqə Neftçinin müdafiəçisinə göstərir. Yaşvili artıq onu keçirdi və Cardoso qaydanı pozdu. Mahir Şükürov. Amma topu da özünü irəli buraxdı və daha sonra Eman Verdiyevə qarşı qaydanı pozdu. Abdullayev. Flavinho. Bruce Abdullayev. Araz Abdullayevə qarşı qaydanı pozmuşdu. Bununla belə Rəhim Həsənov yəni ki, diqqət mərkəzində saxlayacaq həmin episodu. Oyunu isə davam etdirir. Araz Abdullayev topladı hazırda. Abdullayev, Vaqif Cavidov da geriyə qayıdıb. Yalnız bir dəfə məğlub olub cari mövsümdə. Flavinho. Ramos. Çox sərt oynayır. Bu episodda Mezzacolli. Enfor. Ivan Benitez qaydanı pozur. Hakimin fikrincə. Messi. Erik Ramos top oyuna daxil edir. Cardoso. Cruzun ötürməsi dəqiq olmur. Və Erik Ramos'dan qayda pozuntusu növbəti sarı vərəqə məhz Neftçinin oyuncusu top oyuna daxil edir. Cardoso. Cruzun ötürməsi dəqiq olmur. Enfor. Şəraitində keçən bir oyun izləyə biləcəyik. Flavinho sürətli irəliyir. Flavinho gərginliyi də artmaqdadır. Komandalardan heç biri xal itirmək istəmir. Və biz bir dəfə daha bir qayda pozuntusunun təkrarına baxırıq. Kimisə yanına çağırır və sarı vərəqə Derlis Mezzacolliyə göstərilir. Çıxardadze istiqamətində ötürmə Mahir Şükürov. Episodun təkrarına bir daha baxırıq. Top uğrundan mübarizə gedir burada. Çıxardadze və Mahir Şükürov arasında Erik Ramos da